Gəlin yenə yol nişanlarını təkrarlayaq. Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Elə yol nişanları var ki, onları gündə görürük. Hər gün qabağımıza çıxır. Amma elə yol nişanları da var ki, onları ya gec görürük, ya da ümumiyyətlə görmürük. Yol nişanlarını öyrədən rubrikanı Az Parking təqdim edir. Bu rubrikamızda ölkəmizin yollarında rast gəlinməsə də, qaydalarda nəzərdə tutulan 3 xəbərdarlıq nişanının mənasını izah edəcəyik. Onların da mənasını bilmək lazımdır. Çünki onlara aid imtahan sualına rast gələ bilərsiniz. Cavab verə bilməsəniz imtahandan keçə bilməyəcəksiniz. Yaxud səyahət edirsiniz xarici ölkələrə. Həmin ölkələrdə qarşınıza bu nişanlar çıxsa deməyəsiniz ki, bu nə nişandır görəsən. 1.5 Tramvay xətti ilə kəsişmə nişanı. Yol ayrıcından kənarda yolun tramvay xətti ilə kəsişdiyi yerə, habelə tramvay xəttinin görünmə məsafəsi 50 metrdən az olduqda yol ayrıcında tramvay xətti ilə kəsişmə yerinə yaxınlaşma barədə xəbərdarlıq məqsədi ilə tətbiq olunur. Nişan yaşayış məntəqələrindən kənar yollarda, tramvay yolundan 150-300 metr qabaqda, yaşayış məntəqələrində isə 50-100 metr qabaqda qoyulur. 1.9 ayrılan körpü nişanı. Harda yerləşməsindən asılı olmayaraq bütün açılan körpüləri və bərə keçidlərinə yaxınlaşma barədə xəbərdarlıq üçün tətbiq olunur. Nişan yaşayış məntəqəsindən kənarda açılan körpüdən və ya bərə keçidindən 150-300 metr qabaqda, yaşayış məntəqəsində isə 50-100 metr qabaqda qoyulur. 1.9 nişanı yaşayış məntəqəsindən kənarda təkrarlanır. İkinci nişan təhlükəli sahəyə azı 50 metr qalmış quraşdırılmalıdır. 1.10 sahil boyuna çıxış nişanı. Dənizin, gölün, çayın və ya başqa su hövzəsinin sahilinə çıxan yol sahəsi qarşısında sahil boyunda səddin olub-olmamasına asılı olmayaraq quraşdırılır. Nişan yaşayış məntəqəsindən kənarda sahilə çıxışdan 150-300 metr qabaqda, yaşayış məntəqəsində isə 50-100 metr qabaqda qoyulur. 1.10 nişanı yaşayış məntəqəsindən kənarda təkrarlanaraq ikinci nişan təhlükəli sahəyə azı 50 metr qalmış quraşdırılmalıdır. Yol nişanlarını öyrədən rubrikanı Az Parking təqdim etdi. Axşam saat 8-ə 20 dəqiqə qalıb. Hörmətli sürücülər, axşam saat 22-dən sonra parklanma məntəqəsində aktiv sessiyanızı sonlandırmağı unutmayın. Əks təqdirdə növbəti gün səhər 7-dən etibarən sessiya avtomatik olaraq aktivləşəcək. Əlavə xərclərin qarşısını almaq üçün parklanma müddətinizi vaxtında sonlandırmağı unutmayın. Hətta bunu unudanlar üçün proqramda Az Parking tətbiqində bildirişlər gəlir. Üstəlik, hətta mənə SMS də dəfələrlə gəlib.